Xeyr, qane eləmir çünki faiz çoxdur, kreditlər çoxdur faizi. Aha, heç kredit götürmüsünüz siz? O qədər. Bütün Ödəyə bilmisiniz yoxsa necə? yəni kiralar gecikmələrimiz yoxdur, ancaq faizlər çoxdur da. Aha. Aşağı salsalar yaxşı olar. Aşağı salsalar. Azərbaycanda kredit qanunları sizi qane edirmi? Yox, qətiyyən qane eləmir. Birincisi, hələ ipoteka ilə bağlı adi ev götürürsən, normal şərtlərdə 120 min manatsa, kreditlə götürəndə, yəni ipoteka ilə götürəndə ev gəlirsə 300 minə başa baş çıxır, 20 ilə, 23 ilə belə. O da ki, həm ödənişin deyirlər ki, az qiymətlə deyirlər ki, 20 min, 25 min ödəniş olur. Ancaq o aylığı gəlir 2500, 2300 manat pul olur. O normal insanlar necə verə bilər? Normal üstündə də verə bilməz. Aha, aydındır. Bir də sualıma cavab verin. Kredit götürmüsünüz indiyənə kimi? Əvvəllər 2 dəfə götürmüşəm. Yəni vaxtında ödəniş eləyə bilmisiniz, yəni? Götürmüşəm, vaxtından tez ödəniş eləmişəm. İndən belə heç istəmirəm. Allah qismət eləməsin kredit götürüm. Bu yaşa çatmışam. Mən nə kredit götürmüşəm banklardan, nə də bilmirəm ki, orada iş nə yerdədir. Gedim götürüm, ziyana düşüm. Ona görə heç ilişməmişəm bu işə. Ailə üzvlərindən götürən olub sizdə? Heç birisi. Bir yoldaşımdır, mən bir oğlum. Heç birimiz kreditlə. Pulumuz var, almışıq. Yoxdur, kredit almamışıq. Oturub baxmışıq. Yaxşı. Azərbaycanda kredit borcları sizi qane edirmi? Qane edir deyəndə ki, mənim məlumatım yoxdur, çünki heç vaxt kredit götürməmişəm və onun üçün mən sizə deyə bilmərəm. Bəs ailə üzvlərindən kredit götürən olub sizdə? Mən ailə başçısıyam, ailə üzvlərimdə uşaqdır, anamdır və bizim heç vaxt kredit götürməmişik. Yəni nə olub, imkanımız satıb almışıq, olmayıb gözləmişik. Azərbaycanda kredit borcları sizi narahat eləyirmi qardaşım? Mən xüsusilə kredit borcum yoxdur, amma cəmaatın vəziyyətinə baxıram ki, yəni cəmaat narazıdır. Siz heç kredit götürmüsünüz? Götürməmişim. Heç vaxt götürməmisiniz? Aha. Ailə üzvlərindən götürən olub sizdə? Xeyr, xeyr. Azərbaycanda kredit borcları sizi qane eləyirmi? Bu suala cavab verərdinizsə zəhmət olmasa. Qane eləmir. Ona görə qane eləmir ki, sözünüzü qorxuram götürməyə. Aha. Nəsə bir şey istəsəm də götürmək istəmirəm. Heç götürmüsünüz, siz ümumiyyətlə götürmüsünüz? Götürməmişəm də. Bəs ailə üzvlərindən necə? Ailədən götürüb, tanışlardan, ona görə heç kəs razı qalmadığı görə, ona görə mən istəməzdim. Yəni faizi ləğv eləsələr yaxşı olar. Azaltsalar, ləğv eləsələr başa əl olar.